Bəli, Rusiyadan İrana göndərilən humanitar yardım davam edir və mən qeyd etmək istəyirəm ki, 7 ədəd burada hal-hazırda karvanda 140 tondan çox humanitar yardım var. Astara dövlət sərhəddindən, buraxılış məntəqəsindən İran İslam Respublikasına birazdan təhvil veriləcək. Çünki hal-hazırda buraxılış məntəqəsində yoxlanış işləri aparılır. Qeyd edim ki, Rusiyadan İrana göndərilən humanitar yardım karvanları 140 tondan ibarətdir. Bu humanitar yardım artıq gecə saatlarında da qatarın yola düşməsi ilə başladı. Keçid olaraq da əsasən fasiləsiz, optimal olaraq və təhlükəsiz olaraq da Azərbaycan sərhədinə yaxın olan bu dəhlizdən istifadə olunur. Bizim keçid dəhlizimizdən istifadə olunur. Daha ətraflı məlumatları biz sizlərə reportaj vasitəsilə məlumat verəcək. Hal-hazırda bu dəqiqələrə olan məlumatları idi. Sizlərə çatdırdım. Sözü sizə studiyaya ötürürəm.